Yəqin ki, fikir veribsiz. Azərbaycanda hər hansısa bir məşhur şəxs ilk öncə bir banka reklam edir, sonra baxırsınız ki, arxasında bir telefon markasını reklam edir, sonra gedir bir kosmetika markasını reklam edir. Eyni sima fərqli-fərqli markaları reklam edir. Niyə? Bu insandan başqa insan yoxdur. Gəlin bunu marketinq cəhətdən izah edim. İlk öncə internetdən əvvəlki dönəmlərdə sadəcə televiziya var idi. Televiziya olduğuna görə də və televiziya seçimi də az olduğuna görə insanlar eyni reklamı izləyirdilər. Yəni eyni reklamı izlədiyimizə görə də o reklamı təqdim edən şəxsin kim olmağı çox da önəmli olmurdu. Lakin 2000-lərin əvvəlindən sonra dünya dəyişdi. Sosial medialar çıxmağa başladı, televiziya kanalları artdı və burada böyük bir şaxələnmə baş verdi. O zaman ortaya oversaturation dediyimiz aşırı məruz qalma prosesi baş verdi. Aşırı məruz qalma prosesi nədir? Bir sima məşhurlaşır, onu siz internetdə, televiziyada, TikTokda, Instagramda, hər yerdə, billboardda və hər yerdə görürsünüz. Və hər yeri gördüyünüzə görə də bu artıq sizin üçün qəbul edilən bir sima halına çevrilir. Qəbul edilə bilən bir simanın sizə təqdim etdiyi istənilən bir məhsul sizdə güvən yaradır. Ona görə də biz ölkədə eyni simaların fərqli-fərqli məhsulların reklam etdiyini görürük. Sizcə həqiqətənmi bizim ölkədə markalar bunu bilərəkdən edir, yoxsa o çəkir, mən də çəkim məntiqini icra edirlər? Gəlin bunu şərh bölməsində müzakirə edək. Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.